Təbriz əhalisi gözlər qarşısında bombalandı. İsrail rejiminin qırıcıları İran türklərini də hədəf aldı. Sağ olsun Azərbaycan Respublikası hakimiyyətinin səssiz qalmadı. Nə bildi, İsrail rejiminin qırıcılarına yanacaq verdi. İran türklərini qırmaqda onun da payı olsun. Azərbaycan Respublikasında media Azərbaycan əskəri yox, İsrail əskəri oldu. Gözün aydın Azərbaycan. Ona görə də xanım aparıcı, mən belə başa düşürəm ki, səni çox yoracaq hələ bu İranın molla rejimi. Çünki hər dəfə hansı havanı çalırsa hakimiyyəti, sən də o havaya rəqs edirsən. Baş örtüsü insanın haqlı olduğundan xəbər vermir. Açıq olsun, amma necə deyərlər, haqqı deyək. Açıq olsun, Allah adından və bir də İslamın adından istifadə eləyib, qarşımızdakını yalan çıxarmayaq.